Telefon Qazımız kanalından hər kəs salamlar. Yeni videomuza xoş gəlmisiniz. Bugünkü videomuzun mövzusu IT-də olan 3 əsas anlayışdır. 3 əsas termini deyə bilərsiniz buna. Həm anlayış, həm termin olaraq bunu başa düşə bilərik. Bəs yaxşı, nədir bu 3 əsas anlayış? Birincisi hardware-dir, ikincisi software-dir, üçüncüsü firmware-dir. Bizim dildə tərcüməsinə baxsaq, hardware-in bizim dildə tərcüməsi də fiziki təbəqə və ya da aparat təminatı olaraq deyə bilərik. Software isə proqram təminatı deyə bilərik. Firmware isə daxili və ya sabit proqram təminatı deyə bilərik. Harca bunu software-dən ayırmaq üçün daxili və sabit əlavə edə bilərik. Bəs yaxşı, niyə daxili və sabit əlavə edirik firmware-ə? Bunu software-dən fərqləndirən tərəfi nədir? Bunların hamısına açıq, aydın şəkildə izahlarını verəcəm və siz də ümid edirəm ki, aydın olacaq bu mövzular sizə. Gəlin başlayaq hardware-dən. Görün ümumiyyətlə hardware nədir? Birinci olaraq hardware-də çox bəsit, asan şəkildə izah edəsi olsaq, hardware fiziki şəkildə toxuna bildiyimiz hər şeydir. Misal üçün, notebook'umuzun ekranı və yaxud da kompüterimizin monitoru da, personelimizin monitoru. Bu hardware sayılır. Eyni ilə də toxunduğumuz mouse, klaviatura, bunlar da hardware sayılır. Və bunların üçünə də fikir verilirsə biz əllə toxuna bilirik. Biz buna təmas edə bilirik. Yəni əlimiz dəyə bilir buna. Ekrandır, əlimi vura bilərəm. Mouse'dur, toxunuram, klaviaturadır, toxunuram təbii ki. Toxuna bildiklərimiz. Misal üçün web kamera ola bilər, printer ola bilər, hardware sayılır. Çünki biz niyə bunu toxuna bilirik? Asan dildə belə deyə bilərik. Kompüterin daxilindən də bunu örnək verəsə olsaq, CPU-muz, RAM-ımız, hard diskimiz, SSD-miz, anakartımız, bunların hər biri hardware sayılır. Çünki biz bunlara toxuna bilirik. Bəs yaxşı, software nədir? Software proqram təminatıdır. Bunu çox bəsit şəkildə izah eləsə olsa, bütün proqramlar, ümumiyyətlə proqramlaşdırma dilləri, proqramlaşdırma dillərində yazılmış proqramlar hər biri software kateqoriyasına aid olunur. Hər biri deyil, bir çox hissəsi software kateqoriyasına aid ola bilir. Yəni ki, proqram təminatı. Bunu da beləsi olsa, bu da hardasa iki yerə bölə bilərik. Biri system software'dir, ikincisi isə application. Sistemdən application software nədir desəz, deməli, sistem software adından da bəlli olduğu kimi sistem software'dir və biz buna əməliyyat sistemlərini örnək göstərə bilərik. Əməliyyat sistemlərindən də Windows, Linux, Android, iOS, macOS kimi bu əməliyyat sistemlərini biz örnək göstərə bilərik sistem software-ə. Məsələn, şu application software-ə biz nəyə örnək göstərə bilərik? Yəni sistemə istəyirsə burada yazaq. Application software isə çox, yəni gündəlik hər birimizin istifadə etdiyi elə Google Chrome web browser olaraq, Office proqramları, Word, PowerPoint, Excel, bunlar da elə application software kateqoriyasına aid ola bilər. Məşhur fotoredaktor proqramlarına elə Photoshop tətbiqində elə proqram təminatı kimi örnək göstərə bilərik. Bununla da məncə aydın oldu ki, software'də olan elə sistem və application software'lərin fərqi nədir? Bəs yaxşı, nədir bu firmware? Videonun girişində də qeyd etdim ki, software ilə firmware əsasən bir sanılır, amma bir deyillər, ayrı şeylərdir. Bəs nədir yaxşı bunları bir-birlərindən ayıran? Gördüyünüz kimi, əgər fikir versəz, proqram təminatıdır ikisində də. Yəni ikisində də proqram təminatı sözü keçir. Bəs nədir bunları ayıran? Bura bir dənə daxili və ya sabit, yəni iki söz də deyə bilərik, daxili və ya sabit. Niyə daxili və sabit deyirik? Çünki firmware'lər yazılır və bu şirkət tərəfindən yazılır. Misal üçün örnək verəcəm. BIOS biz anakart aldığımız zaman üzərində, yəni BIOS proşipkası, BIOS firmware'i, BIOS proqramı o çipin üzərinə yazılı şəkildə gəlir. Biz bunu sonradan yazmırıq ki. Yəni bu yazılı şəkildə gəlir, yəni şirkət tərəfindən yazılı şəkildə gəlir. Və biz bunu ev şəraitində silə bilərikmi o çipdən? Xeyr, silə bilmərik. Çünki ora embedded, yəni belə deyək, gömülü olaraq gəlib artıq. Yəni biz sadəcə onun üzərində hər hansı bir mod dəyişikliyi eləyə bilərik. Məsələn, orada overclock eləyə bilərik. Məsələn, deyərik ki, F12-ni basanda məndə boot menüm açılsın və yaxud da açılmasın, disable, enable eləyə bilərik. Biz nəyisə ancaq orada enable, disable edə bilərik və yaxud da necə dəyişə bilərik. Başqa heç bir şey eləyə bilmirik. Yəni biz onu silə bilmirik, eləyə bilmirik. Özümüzdən ora bir başqa bir şey yaza bilmirik. Sabit şəkildədir. Görürsünüz, burada sabit proqram təminatı dediyimiz şeyi tapdıq. Niyə sabit deyil? Update edə bilərik. Hə, update edə bilirik. Lakin biz onu silib sıfırdan nəsə orada bir şey eləyə bilmirik. Firmware olaraq qəbul edirik bunu. Başqa firmware-ə örnək verəcəm. Evdə elə hamımızın gündəlik gördüyümüz xaldenikimiz, normalde paltaryanımız, pendisionerimiz. Bunların sistemləri sizcə işləyir? Bir dərəcə, məsələn, paltaryanı örnək götürsək, burada bir sistem var. 30 dəqiqə, 20 dəqiqə, nə bilim 10 dəqiqə, 15 dəqiqə, necəsə də hər neçəsi dəqiqə və yaxud da nə bilim sıxsın, qurulasın,
modları var da, fərqli-fərqli modlar var Paltaryam maşında. Biz bu modlara hər hansı bir müdaxilə edə bilirik. Yəni orada mən deyə bilərəm 15 dəqiqəlik modu və yaxud 30 dəqiqəlik modu qaldır. Yox, bunu mən eləyəcək şəxs mən deyiləm ya. Biz bunu eləyə bilmirik. Bu da nə deməkdir? Biz buna müdaxilə edə bilmirik. Mən istədiyim zaman götürüb yəni o modları silib başqa bir şey yaza bilmirəm ora və yaxud da onun beynini silib özüm bir şey yaza bilmirəm ora. Niyə? Çünki firmware'dir. Yəni bunlar zavod tərəfindən ancaq yazılır. Yəni eynən də ya zavod tərəfindən bu beyin sıfırdan silinib yazıla bilər və yaxud da ən azından bunu bacara bilən şəxslər, yəni hər hansısa bir cihazla ya nə iləsə beyni xüsusi bir ortamda silib yenidən yaza bilər. Ancaq o şəkildə oluna bilər müdaxilə. Bu da birbaşa çipə müdaxilə olunması deməkdir. Yenə də biz xaldelikimiz və yaxud da kondisionerimiz. Kondisionerdə var qış modu, yay modu. Mən məsələn sonra yay modunu sinə bilmərəm. Mən seçə bilərəm, hə, indi bir dəqiqə qış modu olsun və yaxud da yay modu olsun və yaxud da dərəcələr olsun 10 dərəcə arasında, məsələn 10-dan 30 dərəcə arasında. Mən deyə bilmərəm 24 dəfə dərəcədə mən silmək istəyirəm. Yəni biz pultda basanda 24 dəfə keçməsin. Bu mümkün deyil. Biz buna müdaxilə edə bilmirik. Bundan necə başa düşürük? Nə başa düşürük? Sabit proqram təminatı. Yəni bizə də təqdim olunubsa, biz ancaq onun üzərində nəsə dəyişdirə bilərik. Bizə 10 dərəcə ilə 30 dərəcə arasında bir dərəcə təqdim olunub. Biz o dərəcələr arasında ancaq dəyişiklik eləyə bilərik. Biz orada hər hansı bir dərəcəni silmirik və yaxud da bir modu silə bilmərik. Var olan sistemdə, var olan bir proqram təminatında biz işləyirik. Ona görə bu firmware sayılır. Yəni yazılıb silinməyənlər firmware sayılır, yazılıb silinə bilən, üzərində düzəlişlər oluna bilər. Dəyişdirə bilən isə proqram təminatları software adlanır. Elə software-dən də gəlin firmware-dən örnək verdik, software-dən də örnək verək. Məsəl üçün Windows əməliyyat sistemi, elə Linux əməliyyat sistemi. Biz Linux əməliyyat sistemində open source olduğu üçün hətta istədiyimiz hər şeyi eləyə bilirik də, içərisində girib bir kod dəyişərik, necəsə bir şey eləyərik, əməliyyat sistemi tam başqa cür davranır. Eynən də məsələn Windows-u. Götürərik Windows-un içində hər hansı bir şeyi dəyişdirərik, bizim istədiyimiz kimi davranır əməliyyat sistemi. Və yaxud da hər hansı bir faylı silərik, ona bir müdaxilə etmiş olduq da biz. Sildim də mən orada nəyisə və yaxud da nəsə dəyişdim. Məsələn Windows-un üzərində gələn proqramlar var da, Microsoft tərəfindən bizə default olunan. Mən götürdüm onu sildim. Silə bildim də, mən onu müdaxilə edə bildim də ona. Yəni nə olsun Microsoft tərəfindən yazılı şəkildə göndərmişdi. Neynədim? Mən onu silə bildim. Yəni mən ona müdaxilə edə bildim. Gördüyünüz kimi burada da sübuta yetirik sözümüz ki, software belə də deyə bilərik ki, müdaxilə oluna bilən proqram təminatıdır. Firmware müdaxilə oluna bilməyən proqram təminatıdır. Ona görə sabit proqram təminatı deyilir firmware-ə. Software-dən də ayrılan tərəfi, ən əsas tərəfi elə budur. Fiziki təbəqə də olaraq elə bildik ki, aparat təminatı, fiziki təbəqə, bu isə hardware deyilir. Yenə də örnək verim, CPU-muz, RAM-mız, hard diskimiz, azca belə flash kart belə, yəni hamımızın bildiyi bir cihazda CD kartdır, flash kartdır. Bunlar belə hardware sayılır. Şərt deyilimiz burada monitordan örnək verək və ya da mouse klaviatur üzərində bir örnək verək. Bu qədər. Mən inanıram ki, bu videoda siz IT-də olan 3 əsas anlayışın, 3 əsas terminin izahını rahat şəkildə anlamış oldunuz və bilmiş oldunuz ki, hardware, software, firmware bir-birindən ayıran nədir? Hərəsi öz-özlüyündə nə işə baxır və bunları necə izah edə bilərik, necə açıqlaya bilərik. Ümid edirəm bu video sizin üçün faydalı olmuşdur. Bu cür IT ilə bağlı yeni videolardan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə ola bilərsiniz və video ilə bağlı olan hər hansı bir fikrinizi bizə elə kommentdə bildirə bilərsiniz. İllədiğiniz üçün təşəkkürlər. Yeni videolarda görüşənədək hələlik.